Şəhərlər və rayonlar arası sərnişin daşıyan avtobusların 40%-i yenilənib, ancaq avtobusların texniki vəziyyəti, rahatlığı və reyslərin sayı ilə bağlı müəyyən narazılıqlar qalmaqdadır. Şəkidən olan sərnişinlərin sözlərinə görə şəhərlər arası daşımalar üzrə bəzi marşrut xətləri dəyişdirilib. Dəyişikliklər əsasən Gəncə istiqamətində aparılıb. Digər istiqamətlərdə hərəkət edən avtobuslarda isə hələ də köhnə nəqliyyat vasitələrindən istifadə olunur. Nəqliyyatdan sıx istifadə edirəm, tez-tez. Keçmişlərinə nisbətən deyək də, elə bir dəyişiklik yoxdur. Yəni çox da yeni avtobuslardan istifadə olunmur həqiqətən. Amma bu avtobuslar da qane eləyir kifayət qədər. Köhnə avtobusda olmağına heç nə, amma işləyir də, yaxşıdır işləyir, gedir, gəlir. Yaxşıdır, pis deyil. Yaxşıdır şükür. Sürücülərin sözlərinə görə son bir il ərzində Şəki-Gəncə, Şəki-Zaqatala və Şəki-Mingəçevir marşrutları üzrə istismarda olan nəqliyyat vasitələrinin demək olar ki, hamısı yenisi ilə əvəz olunur. Onlar bildirirlər ki, daha komfortlu avtobusların xəttə buraxılması üçün xeyli vəsait tələb olunur. Son 5 ilə, 6 ilə baxanda, bundan qabaqçı vaxtlara, illərə baxanda əməli yeniləmələr var. Bu da əsasən asılıdır sahibkarın qazancından. Biz də istəyirik ki, məsələn, avtovağzaldan yeni maşınlar çıxsın. İmkan daxilində baxanda ilbəil təzələnir. Düzdür, biraz köhnələri də var aralarında. Amma əksəriyyəti demək olar ki, son illərdə təzələnir. Məsələn, Gəncə zonasına, Mingəçevirə, Zaqatalaya əvvəlki illərə baxmış yeni maşınlar çıxır. Biz son bir ildə istismarda olan texnikanı həm marka, həm model olaraq yenilədik, düzdür, biz daxili imkanlar. Amma maşını yeniləməyimiz düzdür, vətəndaşların, sərnişinlərin razılığı var. Amma bizim gəlirlərə o qədər də müsbət təsiri yönəlmir. Əksinə biraz mənfi təsirləri var. Köhnə texnikanın xərci azdır, yeni texnikanın, müasir texnikanın xərcləri biraz artıqdır. Tovuz sakinləri ən çox Gəncə-Qazax marşrutundan istifadə edirlər. Son illər bu istiqamətdə əksər avtobuslar yenilənib. Gəncə-Qazax marşrutuyla biz Passayın Tovuzdan 2 manat 80 qəpiyə gedirik, çox əladır. Komfortlu maşınlardır. Qabaqçılara baxanda indiki maşınlar çox komfortlu maşınlardır. Tez-tez gedirəm. Dünən gəldim, bu gün də qayıdıram. Yaxşıdır, çox gözəl. Təmizlikdə hər şey yaxşıdır. Hamısı komfortlu maşınlar, təzə maşınlar. Yanacağın qalxmağına baxmayaraq, qiymətlərdə heç bir artım yoxdur. Maşınlarımızın da ki, hər biri komfortlu maşınlardır. Yaxşıdır hər şey. Bərdədə də vəziyyət qənaətbəxşdir. Şəhərlər arası marşrutlarda hərəkət edən nəqliyyat vasitələrinin yarıdan çoxu yenilənərək daha müasir və komfortlu avtobuslarla əvəzlənib. Mən özüm Xankəndində fəaliyyət göstərirəm. Saatlarda da marşrut var. Məsəl üçün biri deyil Xankəndi deyə dayanıb önümüzdə. Bakıbərdə də onun kimi. İndiki maşınlar hamısı müasir maşınlardır. Avtovağzala elə-belə prostoy maşınları boşlamırlar. Qarabağda oxuduğum üçün Bərdədən yolum keçir və bu zaman mən Bərdə avtovağzalından istifadə edirəm. Avtobusun şəraiti də qiymətinə görə çox yaxşıdır, razıyam. Bərdə-Gəncə, Bərdə-Mingəçevir və Bərdə-Xankəndi marşrutları üzrə istismarda olan nəqliyyat vasitələri isə əsasən mikrotutumludur. Uzaq məsafələrdə gündəlik hərəkət edən bu avtobuslar həcm baxımından uyğun hesab edilməsə də, sürücülər onların texniki cəhətdən saz olduğunu deyirlər. Marşrutlar təzə maşınlardır, yeni maşınlardır. Bərdədən çıxırıq Xankəndinə, Xankəndindən də Bərdəyə. Bərdəyə istəyirəm, Mingəçevirdə. Hamısı təzə maşınlardır. İşləyib, heç birindən asfaltı yoxdur, hamısı təzə maşınlardır. Rahatçılığı da yaxşıdır, keyfiyyətlidir. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sərnişin daşıma xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə işlər davam etdirilir. Hazırda 131 müasir avtobus şəhərlər arası daşımalara cəlb edilib. Eyni zamanda Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib. Turqan Əliyev, Ayaz Süleyman Soy, Xəbər Ertəsi.